son 12 gündən ayaqlanma başladı. Tehran bazarından başladı. Təbii ki, orada Türklər tərəfindən başladı. Amma Təbriz və ümumiyyətlə Türk bölgələri bu prosesdə qoşulmadı. Ara sırada Təbrizdə də Urumiyədə də 10 gündən sonra Pəhləviyə münasibət bildirildi, amma yenə də qoşulmadı. Sabahlarıma Güney Azərbaycan siyasi təşkilatları bəyaniyyə veriblər, milləti möhtəşəm bir mitinqi dəvət edir. Buna görə fikrini və tutarını və düşüncələrinizi sormaq istəyir. Güney Azərbaycan son 100 ilin ciddi imtahanlarını vermiş bir toplumun yeridir. İstismar olunur. Dili, kültürü, inancı və ayrı-ayrı zamanlarda yaşadığı tarixdə bir məktəbdir. Mənə elə gəlməz, çox rahatam ki, o məktəbdən gələn nəticələr ortadadır. Xatalar eləmək olmaz. Öncədən firqələşmək olmaz. Firqələr arası savaşda boğmaq olmaz. Enerji kaybına yol vermək olmaz. Milli enerjinin, milli ruhu, milli idealların həyata keçməsinə yönəltməliyik. Güney Azərbaycanda müşahidə edildiyim bu olur ki, əsas Türk şəhərləri Təbriz başda olmaq şəklilə bu prosesdə qoşulur. Yəni ilkini. Qoşulmanın kökü nə idi? Bizim şükürlər olsun ki, Allah'ın da biz tərəfə bir lütfu var. Cumhurbaşkanı Türkdür və bir xalqa yönəlik bir sözlər deyir. Məsuliyyət yüklənir. Birinci dəfədir ki, İran tarixində, əgər İran dediyimiz tarixdə, son 100 ildə biz günahkarıq, biz məsuliyyət daşıyırıq ifadəsi Türk'ün islahata meyilliyinə işarədir. Həm də topluma bir mesajıdır ki, biz daha yaxşı ola bilərik. Maniyələr nələrdir? Rejimdir. Rejimin mexanizmi işlək deyil, xalqdan aralı düşür. O deməkdir. Onun diplomatik, siyasi tərcüməsi budur. O baxımdan mən Güneyin bu dəfə səhv eləməsini istəmirəm. Məsələn, Pişəvəri hərəkatını, o 21 Azər hərəkatını üzərində yaşadı. Pişəvəri hərəkatı etiraf olundu sonra, alimlər də deyir, bizlər də bilirik. Üçüncü qüvvəyə arxain olarsansa, kaybetməsin, uzatsın. Yəni, biz Rusiyayla, falanları olar. İndi millət özünə güvənməlidir. Öz genetik quruluşuna güvənməlidir, tarixinə güvənməlidir, bir-birinə güvənməlidir. Firqələr ortaq bir modeli qurub və nəticə əldən olunana qədər az itki verməlidir və yaxud da itki heç vermədən bayrağını saçmalıdır. Mən bunu arzulayıram və mən eləyər ki, dəyişən dünyada, bu reallıqdır ki, dəyişən dünyada yeni güc faktoru ortaya gəldi, bu Türk faktorudur. Orta Doğu'nun Avrasya bölgesinin dəngesini dəyişəcək bir missiya Güney Azərbaycanın, ümumiyyət Azərbaycan Türklərinin üzərində. Güney Azərbaycan bu məsuliyyətləri eləməlidir ki, sənin varlığın Orta Doğu'da oyunları pozub və Türk faktorunu önə çıxarda bilər. Və bu baxımdan mən uğurlar arzulayıram, dözüm arzulayıram, ağıl arzulayıram, iradə arzulayıram və cəsarət hər zaman haykırmaq və çıxmaq deyil. Cəsarət ağıl it olanda son anda vurulan bir zərbədir. Bax, onu arzulayıram ki, bu zəfər o bizim olsun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bizim müsahibəti qoşulduğuna görə yəqin ki, sizin istəklərinizi, sizin tələblərinizi və sizin düşüncələrinizi Güney Azərbaycan xalqı izləyəcəklər və bundan sonra devam edir. Təşəkkür. Həmişə bizim yanımızda olursunuz. Çox sağ olun. Təşəkkür. Sağ olun. Var olasın.